Bilirəm bu videonu çəkmək üçün gecikirəm, amma mənə o qədər 9-cu sinif yazmışdı. Dedi ki, məsləhət. Dedim video çəkərəm, yaddan çıxdı video çəkmək. İndi gəlmişəm, axşam saat 9-un yarısıdır, evə gəlmişəm dərsdən. Dedim video çəkim, 9-lara məsləhət verim. İndi bilmirəm, imtahanın saatları qalıb, sabah imtahanı vardı. Bugün 4 apreldir, 5 apreldə 9-lara imtahandır. Amma istəyirəm yenə də bir məsləhət verim əlimdən gəldiyi qədər. Ən əvvəla motivasiya kimi deyirəm ki, əziz 9-cu siniflər, sabah 9 imtahan verənlər. Bu imtahanın heç nəyə təsiri yoxdur. Çünki özümdən deyirəm, mən 9-cu sinifdə 278 bal yığmışdım və biz ikinci zona imtahan vermişdik. 2 il bundan qabaq ikinci zona imtahanı. Siz indi girin YouTube'dan bir dənə bizim imtahana baxın. 11-ci sinif suallarından çətin idi. Həmin ilin 11-ci sinif suallarından daha çətin idi. Yəni fikirləşin, kombinezon sualı düşmüşdü açıq suallara. Bizim 4 dənə açıq sual var riyaziyyatda. Kombinezon sualı düşmüşdü. 11-ci sinifdə o dərəcə sual yox idi. Yəni bizdə düşmüş sual bütün müəllimlər təsdiqləmişdi. İkinci zona çox çətin düşmüşdü. Hə, o imtahana rəğmən 278 bir çox öhdəsindən gələ bildik. Bitər yazdıq. O imtahan bir ay cəmi məktəbdə danışıldı. Ondan sonra heç vaxt danışılmıyor. Bilməm, biraz göz qabağındayım, biraz TikTokda canlı yayında soruşuyorlar 9'un balı, 9'un balı falan. Bir də harasa gedəndə müəllim yanına falan girəndə soruşuyorlar 9 ayda yığmısan. Daha heç yerə lazım deyil qardaş. Yəni sən əgər kollecə hazırlaşmırsansa 9-cu siniflərə burada səslənirəm ha. 9-cu sinif əgər kollecə hazırlaşmırsınızsa heç nəyə lazım deyil o imtahan. Bir aydan danışılır. Yəni ona görə də ay ürəyiniz tutar, həyecanlanarsınız falan filan, heç nəyə lazım deyil 9-cu siniflər. Kef eləyin. Boş şeylərdir, imtahan zat lazım deyil. Əgər yox, yaxşı imtahan vermək istəyirsinizsə, sizə 9-11-lərə oxşardır. Biraz deyəsən orada dəyişiblər. İngilis dilinin o ST falan dəyişiblər. Ona uyğun çox girmərəm. Amma ümumilikdə məsləhətlər verirəm. Birinci məsləhət odur ki, imtahana biz 9-cu sinifdə bilmirdik. İlk dəfə imtahana girirdik. Ən böyük məsləhət odur ki, saat 11:00 oldu ya, dedilər, Nəlasi dedi ya, imtahan başlandı. Birdən açarsınız riyaziyyat suallarına baxarsınız, Azərbaycan suallarına baxarsınız, elə şey yoxdur. Birbaşa baxırsınız dinləmə suallarına, çünki 11:00 olduğu moment dinləmə başlanılır. Biz bunu bilmirdik. Bir də gördüm, orada dedilər ki, diqqət, dinləmə səsləndirilir. Dedim, dinləmə, oxuma yaddan çıxdı. Birinci elə oxuduq, sonra suallara baxdıq. Amma halbuki birinci sualları oxumaq lazımdır. Biz 11-ci sinif təcrübə ilə oxudum. Dinləmə inşallah yaxşı gələcək. 500 bəndə gələcək 6 dənə sualdan. Odur ki, birinci mütləq dinləməyə qulaq asırsınız. Dinləmə qutarandan sonra ən yaxşı hansı fənni bilirsinizsə gedirsiniz sonra. Məsələn, riyaziyyatın qapalı suallarını. İşləyirsiniz nəyə görə? İşləyişə qoy açılasınız. Elə bir gündəlik testi işləyirsiniz. Sağsan sola, bunu asan imiş ki, mən buna görə özümü öldürürdüm bu fikrə gəlmək üçün. Bunu yazandan sonra çətin sual görsəz əgər dayanırsınız. Gördünüz, bu sual nə bilmirəm, trigonometri deyəsən yoxdur, trigonometri 10-cu sinifdir. Bir dənə məsələn çətin sual görsəz, figurların sahəsində, figurun sahəsini tapa bilmirsiniz. Elə deyil. Qalın, niyə tapılmır? 5 dəqiqə qalmır, belə şey yoxdur. Get, vaxt sənə lehivə işləyir. Bütün sualları işlə. Ondan sonra gördün imtahan qutardı. 90 dənə sual, 85 dənə sual köçürtdün hamısını. 7 dənə sual qalıb. Qayıt, yarım saat vaxtın qalıb, elə deyil. Onda o sualları işlə. Çünki baxırsan, ən asan sual da eyni bal verir. Bu çətin sual yaza bilmədiyin sual da eyni bal verir. Ona görə çətin sual gördün, keç. Azərbaycan dili mətnlər. Azərbaycan mətnlər zaten açıq suallar 2 dənədir, 5 dənə deyil 11 kimi. Ona görə də mətni səris oxuyursunuz, bir dəfə oxudunuz. Sonra gelirsiniz suallara. Sualları oxudunuz hamısını. Gördünüz, sual tapa bilmədiniz. Qayırsınız mətni indi oxuyursunuz. Yoxsa bəzən deyirlər ki, birinci sualları oxuyun, sonra mətnə keçin. Amma o ingilis dili kimi deyil də. İngilis dilində elədir. Amma məsələn, Azərbaycan dilində sualı oxuyarsan, təmanədə bilmərsən. Halbuki Azərbaycan dili başa düşürsən də rahat. Ona görə oxu girən ən yaxşısı Azərbaycan dilindən mətni, sonra gəl. Sonra yenə qayıt, sonra gəlin. Belə elə ginən. Zaten 9'ların mətni belə wow dərəcə böyük də olmur. İngilis dilindən də ki, vallahi heç bilmirəm orada sizə suallar necə düşəcək istesada görə. Amma çalışın, qrammatika suallarından asan düşür, su düşür. Su. 9'un qrammatik sualları su düşür. Bizdə o vaxt çətin düşmüşdü ikinci zona. Amma inanmıram sizə burada çətin salsınlar. İnşallah asan olacaq, yazacaqsınız. Ayağımsının ötəsindən gələcəksiniz. 4 dəqiqədən çox danışıram. Hər birinizə uğurlar arzulayıram. Kimdə imtahan necə keçdi sabahları elə bu videonun altında yazsın. İmtahanı necə keçirənlər bir-birini tapsınlar. İnşallah hər şey yaxşı olacaq. Dua eləyin, girin. Təşəkkürlər.